Bugün qreçka kotletinin necə hazırlanacağını sizə göstərirəm. Qreçka kotleti hazırlamaq üçün 1 stəkan qreçka götürürük, 3 yumurta, 1 orta boy soğan, 3 qaşıq un, duz, süt əlavə edəcəyik. Qreçkamızı pörtdətdik, ət maşınından keçirdik, soğanı da üzərinə əlavə elədik, ət maşınından keçirdik, qatdıq və 3 qaşıq un əlavə edirik. Və 3 yumurta əlavə edirik. Tuzumuzu və sütumuzu da əlavə edib qarışdıracağıq. Yaxşı qarışdırmaq lazımdır. Yaxşı qarışdırdıqdan sonra kotlet halına, əlimizdə kotlet halına salırıq və suxariyə batırırıq. Üzərini suxari ilə örtürük. Suxariləyib qızardacaq. Kotlet halına saldığımız qreçkaları bu şəkildə qızardırıq. Yəni eyni kotlet kimi qızardırıq. Qreçka kotletimiz artıq hazırdır. Siz də pişirib dadına baxa bilərsiniz. Nuş olsun.